Salam, hər vaxtınız xeyir olsun. Hər birinizi xoş gördük. İkinci hissə test toplusundan olan izahlarımız davam edir. Dövlət İmtahan Mərkəzinin kitabıdır, test toplusudur bu. Baxırıq bugün sözlər arasında sintaktik əlaqənin növləri, tabeçisizlik və tabelilik əlaqəsi haqqında hər bir sualın tam əhatəli izahını verməyə çalışacağam. Əgər izahın sizə bir faydası dəydisə, mütləq kanala abunə olmağı və öz fikirlərinizi şərh bölməsində bildirməyi unutmayın. Hər birinizə xoş izləmələr. Qarşıdakı imtahanlarda sizə uğurlar arzulayıram. Birinci sualla başladıq. Deyir ki, birində xəbər mübtəda ilə kəmiyyətə görə uzlaşmayıb deyir. Kəmiyyətə görə uzlaşmayıb, yəni larlər demək istəyir. Larlər. Baxırıq ki, harda var? Mən sülh deməli bu şəxsə görə uzlaşma. Larlər, şəhərimiz gözəlləşir. Yəni heç bir problem yoxdur. Ondan sonra vüqar əlaçıdır. Heç bir problem yoxdur. Küçələr, lər var mübtədada, xəbərdə isə yoxdur. Deməli, burada kəmiyyətə görə uzlaşma pozulub. Keçdik ikinci suala. Hansı cümlədə tabeçilik əlaqəsi həmcins üzvlərlə bağlıdır deyir. Həmcins üzvlərlə bağlıdır. Tabeçilik əlaqəsi həmcins üzvlər və tabesiz mürəkkəb cümlələrin tərəfləri arasında olur. Eyni zamanda söz birləşməsinin aslı tərəfində də tabeçilik əlaqəsi ola bilər ki, sadalanan sözlər ola bilər. Tabeçilik əlaqəsi həmcins üzvlərlə bağlıdır. Yəni cümlə ilə bağlı deyil. Tabesiz mürəkkəb cümlə ilə bağlı deyil. Muzey cürbəcür şəkillərlə bəzədilmiş muzey mübtədası. Başlamamışdır nə? Sərgi. Burada tabeçilik əlaqəsi var iki cümlə arasında. Ancaq ki, sözlər arasında yox, cümlələr arasındadır. Günəşin şüaları, biraz bunu böyütmək lazımdır. Günəşin şüaları pəncərədən içəri süzülsə də isti xoş təsir bağışlamırdı. Burada sədəni görürük. Biz burada tabeli mürəkkəb cümlənin göstəricilərindən biridir. Biz də tabeçilik əlaqəsini tabesiz mürəkkəb cümlənin tərəfləri arasında axtarırıq. Gözəl bir yaz səhəri idi. Deməli, gözəl bir yaz səhəri idi bu xəbər. Bu şəxsiz cümlə. Quşların cəhcəhi ətrafı bürümüşdü. Deməli, baxırıq ki, bürümüşdü xəbər. Nə? Quşların cəhcəhi. Burada görürük ki, tabeçilik əlaqəsi var. Tabesiz mürəkkəb cümlə daxil. Aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlə. Ancaq bizə nə lazımdır? Həmcins üzvlər. Ona görə də bu variantı götürmürük. Qızıl güllər və yasəmənlər. Bu iki söz arasında tabeçilik əlaqəsi var. Bağa xüsusi gözəllik verirdi. Deməli, bu nə xüsusi gözəllik verirdi? Yasəmənlər, bir də qızıl güllər. İki dənə mübtədadır, həmcins mübtədalar və bunlar arasında deməli, tabeçilik əlaqəsi var. Şuşaya gələn qonaqlar bu mənzərəni heyranlıqla seyr edirdilər. Burada ümumiyyətlə bu gələn qonaqlar bu mənzərəni heyranlıqla seyr edirlər. Burada tabeçilik əlaqəsi yoxdur. Yəni həmcins üzv yoxdur. Ona görə də variantın üzərindən keçdik. Ondan sonra hansı nümunədə üçüncü suala baxırıq. Cümlə üzvləri arasında tabeçilik əlaqəsi var. Eyni tipli sualdır. Həm kitabımı, həm də dəftərimi evdə unutduğum, deməli həm kitabımı, burada kitabımı və dəftərimi tamamlıqları ola bilər, amma davam edək cümləyə. Unutduğum üçün sinifə girməyi tərəddüd edirdim. Tərəddüd edirdim xəbər. Kim? Mən tərəddüd edirdim. Niyə tərəddüd edirdim? Kitabımı sözünü mən tamamlığa götürə bilməyəcəm. Çünki kitabımı tərəddüd edirdim olmur axı. Tamamlıq da xəbərlə əlaqəyə girən bir cümlə üzvüdür. Ona görə də buradan başlayaraq nə edirik? Götürürük bunu səbəb zərfliyi. Bu unutduğum üçün hissəsi var ya, burada kimi götürürük səbəb zərfliyi. Burada həm tabeçilik əlaqəsi var, düzdür. Kitab və dəftər sözlər arasında var. Ancaq həmcins üzvlər sayılmır, axı cümlə üzvlər sayılmır. Bayaq qeyd etdiyim kimi söz birləşməsinin tərkibində olan tabeçsizlikdir bu. Keçdik. Hərçənd tez-tez dostumu xatırlayırdım, amma ona zəng vurmağa cürət etmirdim. Bu hərçəndi gördük burada. Bu bizə onu deyir ki, yəni bu cümlə tabeli mürəkkəb cümlədir. Ona görə də bizə cümlə üzvləri arasında, yəni həmcins eyni suala cavab verən iki dənə cümlə üzvü lazımdır. Əziz dostlarım və sirdaşlarım. Bundan sonra
Turalı da bax bu dostlarım və sirdaşlarıma görə götürmürük. Düzdür, bunlar arasında sintaktik əlaqə var. Yəni tabesilik əlaqəsi var. Ancaq bunlar ikisi də xitab olduğuna görə bizə nə lazımdır? Cümlə üzvləri lazımdır bizə. Cümlə üzvləri. Burada da cümlə üzvləri qorumalıyıq xəbər, kimi, emini, bir də turalı. Tamamlıqlar arasında olduğu üçün cavabı C götürürük. Hər iki dinləyici razılığını bildirsə də, sədə var burada yenə də. Sənədləri imzalamadı. Həmcins üzv görmürəm burada. Keçdik. Axırıncı variantda baxaq. Deyir ki, Cavid gec-tez qeyri-müəyyən fikirlərdən azad olacağını bilir. Deməli, azad olacağını bilir. Deməli, bilir xəbər. Nəyi bilir? Azad olacağını. Fikirlərdən bilir olur? Yox. Fikirlərdən də qoşuram tamamlığa. Çünki o söz birləşməsinin tərkibə daxil olan sözdür yəni. Kim bilir? Cavid. Nə vaxt bilir? Gec-tez qeyri-müəyyən fikirlərdən. Gec-tez bilir olmaz. Gec-tez sözü xəbərlə yox. Gec-tez azad olacağı sözünə aiddir. Ona görə də hamısını tərkibə daxil olan sözlər kimi götürürük və baxırıq görürük burada nə var? Həmcinsliyə aid. Gec-tez qeyri-müəyyən fikirlərdən azad olacağını bilir. Problemlər xəbərə baxırım. Onu daha da narahat edirdi. Narahat edirdi xəbər. Nə? Problemlər. Deməli burada tabesli əlaqəsi var iki cümlə arasında. Çünki tabesli mürəkkəb cümlə daxil. Lakin burada cavab kimi olmur da, bizim cavabı götürmürük bunu. Bizə nə lazım? Cümlə özləri arasında. Bizə lazım deyil ki, cümlələr arasında olan tabeslilik. Yaxşı, keçdik. Bunu bir xətt üzərindən. Keçdik 4-cü suala. Mən yeni öyrəndiklərimi sənə və Elxana deyərəm. Sənə və Elxana sözləri arasında həmcins tamamlıqlar olduğu üçün tabesli əlaqəsi var bunlar arasında. Tabesli hansı sözlər arasında deyir burada. Bu da sənə Elxana sözünü götürürük, cavabını götürdük. Ondan sonra hansı cümlədə tabesli əlaqəsində olan sözlər var deyir. Tabesli əlaqəsində olan sözlər, cümlələr demir. Aşağıda dərənin dibində gürləyən çay qəribə bir vahimə yaradırdı. Burada heç ümumiyyətlə həmcins söz yoxdur. Bu aşağı dərənin dibində nədir? Əlavə. Bu əlavədir. Bizim üçün burada həmcinslik yoxdur. Yəni keçirik üzərinə, çox da dayanmırıq. Biz şəhərin kənarında təzə ev tikirdik. Tikirdik xəbər, ev tamamlıq. Təzə təyin, harada, şəhərin kənarında, yer zərfliyi, həmcinslik yoxdur ki heç burada. Ona görə keçdik variantını. Kolların dibində çəhrayı, ağ bənövşələr bitmişdi. Bax burada var. Bitmişdi nə? Bənövşələr. Necə bənövşələr? Ağ bənövşələr. Necə bənövşələr? Çəhrayı bənövşələr. Deməli, burada görürük ki, sual şərtinə qaydırıq, hansı cümlədə tabesli əlaqəsində olan sözlər var deyir. Sonra sözlər var da, çəhrayı və ağ sözləri arasında tabesli əlaqəsi var. Həmcinslik var. Şübhəsiz onun səsində bir qətiyyət vardı, həmcinslik yoxdur. Keçdik. Bacımın da evdəki təzə paltarından birini geyindim. Hanı burada həmcinslik? Yoxdur. Keçdik. 6-cı sual var. Hansı cümlədə tabesizlik əlaqəsində olan, tabesizlik əlaqəsində olan sözlər vardır? Sözlər deyir yenə də, diqqət eləyək. Düzlər məxmər paltarını geymiş. Düzlər. Mübtədası. Döşünə çiçək taxmışdı. Taxmışdı. Çiçək tamamlıq. Nə? Düzlər. Deməli, tabesizlik əlaqəsi var? Bəli, var. Nə edəcəyik onda biz? Götürəcəyik bunun cavabı. Çünki geyinmiş nə? Düzlər. 2 xəbər bir mübtədaya tabidir. Buna deyirlər həmcins xəbərli sadə cümlə. Və mən burada cavabı göstərəcəm. Sözlər arasında sayılır. Burada cümlələr arasında sayılmır. Cümlələr arasında onda sayılardı ki, onda bu 2 xəbərin hərəsinin özünə görə mübtədası olsun. Yəni bir mübtədaya tabi olmasın. Ona görə A variantını götürür. Rəhim bəy əlindəki kəhraba təsbehini çevirirdi. Həmcinslik yoxdur ümumiyyətlə cümlədə. Onun kimi adamları əlbəttə qorumaq lazımdır. Deməli, burada baxırıq ki, həmcinslik yaradan heç bir şey yoxdur. Ona görə keçdik. Mən sözlərimi elə-belə demirəm. Burada da həmcinslik, yəni eyni suala cavab verən sözlər yoxdur. Yuxarıdan, dağlardan sözü əlavədir. Əlavə də həmcins sayılmır ki. Yuxarıdan dağlardan başlanan çay gürültü ilə axırdı. Baxırıq buradakı həmcinslik yaradan nə var ki? Yuxarıdan başlanan çay.
Gürültü ilə axır. Yox təmizlik. Cavab ona görə də A variantı olur. 6-cı sualda. 7-ci sual. Hansı nümunədə tabeililik əlaqəsində aslı tərəf kimi çıxış edən sözdə hal şəkilçisi var deyir. Tabeililik əlaqəsində aslı tərəf deməli nədir? Bir dənə bizdə idarə var idi, yanaşma əlaqəsi var idi bundan öncə. İndiki proqramda yoxdur onlar. Bir dənə uzlaşma var. Bu idarə və uzlaşma əlaqəsində xəbər əsas olurdu. Uzlaşma, idarə və yanaşma əlaqəsində xəbər əsas olurdu. Xəbər əsas olurdu. Yəni özünə tabe edirdi o biriləri. Uzlaşma əlaqəsində isə belə deyil. Bir də xəbər mübtədaya tabe olur məsələn. Və yaxud da söz birləşməsinin əsas tərəfi aslı tərəfə tabe olur. Uzlaşmada belədir. İndi biz də baxırıq hal şəkilçilik söz harda görürük ümumiyyətlə? Qəflətən sözündə dan leksikdir. Özür istəyirəm, ən leksikdir. Qəflət sözün köküdür. Ondan sonra dayanmadan var burada. Burada hal şəkilçisi yoxdur, yəni bu iki variantda. Biz birinci sözlərə baxırıq. Qədim Bakıda ümumiyyətlə hal şəkilçisi yoxdur. Astadan dilləndi, necə dilləndi? Bu da leksik şəkilçi olduğunu buradan da keçdik. Qaldı dən. Səndən danışır. Kimdən danışırdıq? Səndən. Bu da aslı tərəfdir də. Tamamlıq xəbərə tabedir axı əlaqə baxımından. İdarə əlaqəsi baxımından. Cavab oldu B variantı. 8. Əsər adlarının birində tabesizlik əlaqəsi var. Sevinmə, gülmə, quzum. Kim sevinməsin? Sən. Kim gülməsin? Yəni də sən gülmə. Belə deyək, əmr şəklində də bunlar. Bu quzum heç xitabdır da. Deməli bu iki söz sevinmə və gülmə sözləri eyni funksiyalı sözlər olduğuna görə bunlar nə olur? Bunlar arasında sintaktik əlaqə olur da. Yəni tabesizlik əlaqəsi olur daha doğrusu. Ona görə də A variantını götürürük. Sən həmişə mənimləsən də elə bir şey yoxdur. Yollara iz düşür. Orada da yoxdur. Yəni eyni funksiyalı iki dənə söz. Fəhlə özünü sən də bir insan mı sanırsan? Burada eyni funksiyalı bu xitabdır bu heç. Özünü sən də bir insan mı sanırsan? Bu xəbərimiz sanırsan buradakı sən mübtədası var. İki dənə də mübtəda yoxdur. Bu da xitabdır, mübtəda götürülmüş ki o da. Cavab oldu A variantı. Mən kiməm? Burada da yoxdur da, yəni həmcins üzvü yoxdur ümumiyyətlə. Bu mən kiməm variantında. Mən indi 9-a keçirik. Mən indi məktəbli dostlarımı tez-tez yada salıram nümunəsindəki sözlər arasında tabellik əlaqəsini hansı bənddə düzgün göstərilməmişdi deyir. Deməli məktəb burada baxaq görək. Deyir ki, tez-tez yada salıram. Bəli, tez-tez yada salıram. Bu belə bir şey var axı, yəni problem yoxdur da, belə məna olur da, yəni. Elə cavab tapacaq ki, onları bir-birinə uyğun eləyəndə mənasız bir şey çıxır ortaya. Mən indi. Mən indi nə əlaqəsi ola bilər bir-birinə? Heç nə. Ona görə B variantını götürürük. Məktəbli dostlarım. Hansı dostlarımı? Məktəbli dostlarım. Bəli, bunlar arasında əlaqə var. Dostlarımı yada salıram. Kimi yada salıram? Burada da əlaqə var. İndi yada salıram. Nə zaman yada salıram? Bəli. Burada əlaqə var. Bir dənə mən indi sözləri arasında əlaqə yoxdur. Yəni sual vermək olmur da. Yəni birinə o birisinin sualını vermək olmur. Keçirik 10-cu suala. Tabesizlik əlaqəsi hansı cümlədədir? Tabesizlik əlaqəsi harda olur? Söz birləşməsinin tərkibində sadalanan sözlər arasında ola bilər. Tabesiz mürəkkəb cümlədə ola bilər. Həmcins üzvlər olan yerdə ola bilər. Həzib deyir, boz rəngli qabı yerə vurub sındırdı. Eyni funksiyalı, yəni həmcins üzvü mən görmürəm burada. Ona görə keçirəm variantın üzərinə. Kişi gah yeriyir. Kim? Kişi. Gah da dönüb geriyə baxırdı. Baxırdı kim? Kişi. İki dənə xəbər bir mübtədaya tabedir. Bəli. Onda nə deyirlər buna? Həmcins xəbərli sadə cümlə. Həmcins deyirəm də. Həmcins xəbər deyirəmsə yeriyir və baxırdı sözləri, yəni xəbərlər arasında tabesizlik əlaqəsi var. Götürək də cavab elə bunu. Olimpiyadada uğur qazananları təbrik etdik nümunəsində eyni funksiyalı iki dənə sözü mən cümlə özünü görmürəm. Ona görə keçirəm. Gəlmişəm dincəlim. Burada nə artıra bilirik? 2. Deməli bu söz burada bir-birinə aslılıq var da. Tabesizlikdə aslılıq olmur axı. Tabeli mürəkkəb cümlədir. Ona görə keçirik üzərindən. Yaxşı, qalibləri sevindirmək lazımdır. Bu yaxşı heç ara söz. Qalibləri sevindirmək lazımdır. Burada da eyni funksiyalı iki dənə sözü biz görmürük. Cavab oldu B variantı. Keçdik 11-ci suala. Uzlaşma əlaqəsi hansı cümlə özləri arasında olur deyir. Uzlaşma əlaqəsi. Mübtəda xəbər arasında olur da. Çox dayanmırıq buna. Keçirik. Cədvələ əsasən uyğun fikirləri müəyyən edin deyir. Uyğun fikirləri. Uyğun fikirləri deyirsə, tabesizlik əlaqəsi həmcins üzvlərlə bağlıdır. Mən meşədə xeyli gəzib yorulmuşdum xəbər. Kim? Mən.
Həm də çox acımışdım. Acımışdım kim? Mən. Həm də 2 dənə xəbər bir mübtədaya tabe etsə nə deyirlər ona? Həmcins xəbərli cümlə deyirlər də. Ona görə də bu iki xəbər arasında yorulmuşdum və acımışdım sözləri arasında uzlaşma əlaqəsi var. Bir götürdük. Əgər əlimi budaqdan asmış olduğum tüfəngimi atsaydım, saydım. Sa var burada. Tabeli. O məni dərhal parçalayacaqdı. Yoxdur burada tabesli əlaqəsi. Həmcins üzvlərlə özdə deyir. Hə, keçdik 3-ə. Burada tabesli əlaqəsi mürəkkəb cümlə ilə bağlıdır. Söz ağzımdan çıxar çıxmaz ayı diksindi. Diksindi xəbər. Nə? Ayı. Və o ağacdan yerə hoppandı. Hoppandı. Nə? O. Aha. Deməli nə edirik? Hərəsinin öz mübtəda xəbəri var cümlələrin. Hərəsinin özünə görə qrammatik əsası var. Burada deyir ki, mürəkkəb cümlələr arasında da bəli, elə götürək cavab. Bu cavabı burada. Yəni, diksindi bir cümlə, özünə görə bir cümlə, sadə cümlələr, də 2 dənə. Cümlələr arasında yəni. O armudu işığa tutub baxırmış ki, yetişmədiyini əmin olsun. Yetişmədiyindən əmin olsun. O armudu tutub baxırmış ki var da burada. Ki də olanda tabesizlik olmur ki, tabelilik əlaqəsi olur. Yəni bir cümlə o birinə tabe olur da, bizə tabesizlik lazımdır. O da tabesiz mürəkkəb cümlədə olur. Keçdik, o burada nə oldu ki cavab? 1-3. 1-3 A variantı. Verilmiş cümlədə hansı sözlər arasında sintaktik əlaqə yoxdur deyir. Aha, bir təhlilləyə görək. Axşam Rəsul məntəqədən evə gec gəldi. Gəldi xəbər. Nə zaman gəldi? Gec. Hara gəldi? Evə. Haradan gəldi? Məntəqədən, yer zərfliyi. Kim gəldi? Rəsul. Nə zaman gəldi? Axşam. Hansılar arasında əlaqə yoxdur deyir. Rəsul, axşam, Rəsul sözləri arasında əlaqə yoxdur. Yəni, nə əlaqə var ki, bunlar arasında? 1-2 ilə başlayan cavab. Məntəqədən evə. Yoxdur axı bunlar arasında. 3 və 4. 1, 2, 3 və 4. 1, 2, 3 və 4. Y variantını götürdük. Köhnə ağır çəkmələrini tıqqıldada həyətə endi. Burada da hansı sözlər arasında deyir, sintaktik əlaqə yoxdur. Baxaq, endi, hara, həyətə, nə tərzdə tıqqıldada. Ağır çəkmələr, hamısı birlikdə olacaq, nə? Burada olacaq bizim üçün tərzi hərəkət, zərfliyi, feili bağlama tərkibi ilə ifadə olunub özdə. Nə edirik indi? Suala baxaq, hansı sözlər arasında sintaktik əlaqə yoxdur? Sözlər arasında buyuraq. Köhnə ağır çəkmələrini. 1 ilə 2 arasında baxaq görək. Hansı ağır çəkmələrini? Köhnə ağır çəkmələrini. Elə ola bilər ki, yeni, təzə ağır çəkmələr də olsun onun. Ona görə bunlar arasında mən əlaqə olan kimi düşünə bilərəm. Yəni, qeyri-həmcins təyin kimi düşünə bilərəm bunları mən. Yəni, bunu buraya aid eləyə bilərəm. 1-2-ni götürmürük, yəni. 1-2 cavabı getdi. 2-3 arasında baxaq. Necə çəkmələr? Yəni, hansı çəkmələr? Ağır çəkmələr, bəli, problem yoxdur. 2-3 cavabı və 1-2 cavabı getdi. Sonra davam edirik. Tıqqıldada həyətə. Nə əlaqə var ki? Tıqqıldada, axı, endi sözünə aiddir. Ona görə mən bu iki söz arasında əlaqə görmürəm. Yəni 4 və 5 arasında. Cavabı qeyd edirik. 3-4. Çəkmələrini, nə deyir bu? 3-4. Çəkmələrini tıqqıldada. Nəyi tıqqıldada çəkmələrini? Əgər versəydi burada 3 ilə 6, onda biz orada səhv olardı. 3 ilə 4 arasında əlaqə var da tərkibə daxil olan sözdür. Keçdik 5-6. Həyətə endi, yer zərfliyi xəbər arasında əlaqə var da. Keçdik 15-ə. Hansı cümlədə daha çox məqamda sintaktik əlaqə işlənmişdi deyir. Buyuraq. Biz ona yardım etdik. Yardım etdik xəbər. Kim? Biz. Kimə? Ona. Daha çox məqamda. 3 məqamda var. Çünki yardım etdik biz sözünə aiddir. Bir də ona sözü yardım etdik sözünə aiddir. 3 məqam oldu bizdə. Elə olur da. Niyə 3 elədim mən? 2 dənə oldu. Biz ona 2 dənə eləyim bunu mən. 2 məqamda. Ondan sonra bu qoca dünyanın sirrini sən öyrən. Öyrən xəbər. Sən mübtəda. Nəyi öyrən? Sirrini. Yox, dünyanın sirrini. Tamamlıq. Söz birləşməsi də özdə tərəflər arasında sintaktik əlaqə olacaq. Hansı dünyanın? Qoca dünyanın.
Hansı qoca dünyanın? Bu qoca dünyanın 2 dənə təyin. Buradan 2 dənə sintaktik əlaqə var. Sayıram. Bu ilə qoca sözü arasında 1. Qoca sözü ilə dünya sözü arasında 2. Dünya sözü ilə sir sözü arasında 3. Sir sözü ilə dünya sözü arasında 4. Sir sözü ilə öyrən sözü arasında 5. Sən sözü ilə öyrən sözü arasında 6. 6 əlaqə tapdım burada. Yəni, yanlış eləmədimsə, əgər birini az saydım ya çox saydım, söz üzülürsən. 6 əlaqə və çox kömək cavabı olacaq. BBC təəccüblə dilləndi. Dilləndi xəbər. Kimdir? BBC təəccüblə 2 dənə oldu burada. 2 dənə oldu. 2 dənələr xətt çəkə gəlirik üstünə. Qanadım çaylardan aldı hünəri. Aldı. Hünəri aldı. Hünəri aldı. Deməli, hünəri aldı xəbər. Nə? Qanadım nədən aldı? Yox, özür istəyirəm. Aldı, nəyi aldı? 1. Aldı hünər arasında 1 əlaqə. Çaylardan aldı sözü arasında 2 əlaqə. Nə aldı? Qanadım. 3 əlaqə. Bunda da 3, 6-dan azdır burada da. Günlər ötdü, nə ötdü? 1 əlaqə burada. Aylar keçdi, 2 əlaqə burada. Bir də günlər ötdü, aylar ötdü. 3-cü əlaqə də burada mürəkkəb cümlənin tərəfləri arasında, yəni tabesli əlaqəsi. Axır 6-dan azdır da burada da. Düzdürmü? Cavab B variantı oldu. 16. Hansı cümlədə sözlər arasında sintaktik əlaqə yoxdur deyir. Sadəlik yaraşıqdır. Nə? Sadəlik. Yaraşıqdır xəbəri sadəlik mübtədasına tabe et. Əlbəttə, anar, daha güclüsən. Təhlil edeyim cümləni. Güclüsən xəbər, qalanlar qalır. Daha ədatdır, boş qalır. Anar xitabdır, sintaktik əlaqəyə girmir cümlə özləri ilə. Əlbəttə, ara sözdür, o da həmçinin sintaktik əlaqəyə girmir. Ona görə də burada sintaktik əlaqə yoxdur. B. Kitab bilik mənbəyidir. Bilik mənbəyidir. Elə burada sintaktik əlaqə var da. Bilik mənbəyi söz birləşməsidir və mənbə sözü bilik sözünə tabedir. Bilik sözü mənbə sözünə tabedir. Yəni iki tərəfli oxu var burada. Neysə, axı var sintaktik əlaqə. Çayın sahilindəyik. Çayın sahili söz birləşməsi olduğuna görə tərəflər arasında sintaktik əlaqə var. Biz bilirik ki, ikinci və üçüncü növün tərəfləri arasında, birinci növün tərəfləri arasında sintaktik əlaqədən istifadə olunur. Ona görə bunlar yoxdur deyir də. Kitab da, dəftər də lazımdır. Nə lazımdır? 2 dənə mübtəda var və mübtəda xəbərlər arasında, mübtədalar və xəbər arasında sintaktik əlaqə var. Keçdik. Hansı nümunədə tabesizlik əlaqəsində olan cümlə üzvləri işlənib? Tabesizlik əlaqəsi. Bərkdən danışmaq həmişə faydasız olmur. Burada nə deyir? Cümlə üzvləri üzdə. Cümlələr demir ha. Bərkdən danışmaq həmişə faydasız olmur. Burada hanı eyni funksiyalı 2 dənə söz? Eyni funksiyalı 2 dənə cümlə özünü görmürəm axı mən burada. Eyni funksiya deyəndə ki, eyni suala cavab vermək nəzərdə tutulur da. Ona görə A-nı keçdik üstündən. Çünki o bərkdən danışmaq faydasız olmur. Nə? Bərkdən danışmaq mübtəda. Nə zaman faydasız olmur? Həmişə. Hərəsi bir cümlə özüdür. Almıraq. Göz yaşları istirabın səssiz təzahürüdür. İstirabın təzahürü söz birləşməsi olduğuna görə hamısı birlikdə getdi. Nədir istirabın səssiz təzahürü? Göz yaşlar. Bir dənə mübtəda, bir dənə də xəbər var burada. Və burada da tabesli əlaqəsini mən görmürəm. Tabelilik var. Bugün gələn təbriklər tanışlardan və dostlardandır. Burada bir dır ixtisar olunub. Fikir verirsiniz əgər. Onda bu da xəbərdir. Bu da xəbərdir. Nədir tanış dostlardandır? Nə? Təbriklər. Nədir tanışlardan gələn? Bir də təbriklər. 2 dənə xəbər nə edib? Bir mübtədaya tabe olub. Ona görə də burada da həmcins xəbərli sadə cümlə deyirlər buna və buralar arasında nə var? Tabesli əlaqəsi var 2 dənə xəbər arasında. Cavab C variantıdır. Elə belə o bir variantı baxaq. Deməli D. İndi xaricdən gələn qonaqlar mehmanxanadadırlar. Burada eyni funksiyalı, yəni həmcins üzvü yox deyə təhlil eləmirəm. Birdən böyük olmayan ədədlər tək rəqəmli ola bilər. Ola bilər. Nə ola bilər? Ədədlər. Necə ola bilər? Nə tərzdə ola bilər? Tək rəqəmli. Hansı ədədlər? Birdən böyük olan. Özür istəyirəm. Təyin. Hansı ədədlər dedim. Burada heç yoxdur axı bənd yana. Yəni həmcins üzvü yoxdur da. Keçdik 18. Hansı nümunədə deyir? Sintaktik əlaqənin hər iki növündən istifadə edilmişdir. Sintaktik əlaqənin hər iki növündən. Yəni tabi. Biz belə suallarda nə axtarırıq? Birbaşa tabesizlik əlaqəsi olan cümləni tapaq.
Tabesilik əlaqəsi harda var? Elə o olacaq çox demək cavabımız. Elm bütün nailiyyətlərinə görə xəyala borcludur. Mən burada tabesilik əlaqəsi görmürəm. Ona görə keçirəm variantın üzərindən. Bir vaxt gələcəkdir ki var burada. Xəyalı qabaqlayacaq. Elm xəyalı qabaqlayacaq. Burada tabesilik əlaqəsi yoxdur. Bu 2 də var özdə burada. Tabeliliyin göstəricisidir. Onun hər zaman güvəndiyi dostları biz idik. Tabesizlik hanı burada? Eynən həmcins üzv. Yoxdur. Keçdiyim variantın üzərindən. Elə adamlar axtarın ki, onlarla söhbət yaxşı, kitaba bərabər olsun. Hanı burada? Eyni suala cavab verən 2 dənə söz. Özdə tabeli mürəkkəb cümlədir. Keçdiyim variantın üzərindən. Elm bəşəriyyəti həqiqətə, ədalətə və xoşbəxtçiliyə apara bilər. Apara bilər nə elm? Nəyə apara bilər? Bəşəriyyəti apara bilər. Tamamlıq. Nəyə apara bilər? Həqiqətə apara bilər, ədalətə apara bilər, xoşbəxtçiliyi görürükmü? Eyni funksiyalı sözləri. Bunlar arasında nə var? Tabesilik əlaqəsi var. Bəs tabelilik də var? Əlbəttə var. Tamamlıq və mübtəda xəbər arasında, mübtəda və xəbər arasında tabelilik əlaqəsi olur da. Ona görə də Y variantını götürürük cavab kimi. Mühasib nöqtələrin yerinə elə söz seçin ki, deyir. Mühasib sözü sintaktik əlaqənin əsas tərəfi olsun. Əlbəttə ki, əsas tərəfi olmaq üçün nə etmək lazımdır? Xəbər tapmaq lazımdır ona. Çünki mühasib deməli belə deyək də, sintaktik əlaqədə xəbər hamısını özünə çəkir. Özünə tabe edir. Sintaktik əlaqədə ən müstəqil üzv hansıdır ümumiyyətlə? Mübtəda. Mübtəda nə edir? Bir dənə xəbərlə onun arasında əlaqə olur. Özdəki o xəbərə tabe olmur. Xəbər ona tabe olur. Biz elə eləməliyik ki, mühasib sözü üçün bir dənə xəbər tapaq ki, xəbər ona tabe olsun və sintaktik əlaqənin əsas tərəfi olsun mühasib. Yəni uzlaşma əlaqəsi kimi. O da A variantını görürsünüz ki, buradadır. Darı getdi. Kim işləyir? Mühasib. Belə də kim yox, daha doğrusu nə işləyir? Üzr istəyirəm. Belə. Keçdik 19-cu sualdan 20-yə. Deməli, mən sənin eşqinlə daim yaşaram cümləsində sintaktik əlaqə baxımından yanlışdır deyir. Mən yaşaram. Mən yaşaram, bəli. Kim yaşar? Mən yaşaram. Sual verirəm. Sual verə bilmədiyim yeri götürəcəm. Daim yaşaram. Nə zaman yaşaram? Daim yaşaram. Eşqinlə yaşaram. Nə ilə yaşaram? Eşqinlə yaşaram. Sənin eşqinlə. Kimin eşqi ilə? Sənin eşqin. Özdəki söz birləşməsi kimi deyə bilərəm də. Burada da var. Sənin eşqin deyəndə söz birləşməsi olur. Bunlar arasında sintaktik əlaqə olur. Üçüncü növdür axı. Daim eşqinlə. Nə sual verəcəm? Yəni nə zaman eşqinlə vermək istəyirsə əgər alınmır, o düz gəlmir. Nə zaman eşqinlə, daim eşqinlə. Elə şey düzgün gəlməz. Cavab Y variantı olar. Bu 20-ci sualda. 21-ci sualla davam edirik. Yalnız tabelik əlaqəsinin olduğu cümlələr müəyyən edin. Tabesizlik olmasına yəni. Dənizin dalğaları sahili döyəcləyirdi. Burada həmcins üzvlər və yaxud da sadalanan sözlər yoxdur deyənə, tabesiz mürəkkəb cümlə yoxdur deyənə biri götürürəm. Qızılgülü dəstə-dəstə dərərəm, yollarına düzərəm. Deməli, düzərəm xəbəri, bir də dərərəm xəbəri. 2 dənə həmcins xəbəri görürük də. Çünki mən dərərəm, mən düzərəm, mən mübtədasını tabe edə. Burada deyir ki, yalnız tabelilik olsun. Burada tabesizlik var axı 2 söz arasında. Tabesizlik əlaqəsi var. O baxımdan 2-ni götürmürük. Pianoçu sanki restoranda olduğunu unutmuşdu. Burada da həmçinin biz həmcins üzv görmürük. Tabesiz mürəkkəb cümlə də görmürük. Ona görə də 3-ü də götürə bilərik cavab kimi. 4-ə baxırıq. Sultan artisti çağırmağı tapşırdı. Burada yoxdur. Həmcins üzv yoxdur. Sadalanan söz yoxdur. Belə tabesiz mürəkkəb cümlə yoxdur. Ona görə də 4-ü də götürürük biz. Ondan sonra baxırıq 5-ciyə. Redaktor yazdığı məqaləni oxudu, düzəlişlər edərək redaksiyaya göndərdi, oxudu, xəbərləri nəyə tabe idi? Redaktor mübtədasına tabe idi. Belə olan halda biz onu bir dəqiqə oxudu. Redaktor yazdığı məqaləni oxudu, düzəlişlər edərək redaksiyaya göndərdi. Yalnız tabelik əlaqəsidir. Burada tabesizlik əlaqəsi var da. Mən nəyi götürdüm? Bir dəqiqə. Düz götürdüm. Düzləmişəm. Deməli, tabesizlik olan yerləri çıxırıq. Bu oxudu və göndərdiyi sözlər arasında axı tabesizlik əlaqəsi var. Ona görə 5-i çıxdıq. Bizə yalnız tabelilik lazım idi. 1, 3, 4 A variantı 21-ci sualda. 22-ci suala baxırıq.
Sintaktik əlaqələrin hər iki növünün olduğu cümlənin müəyyən, yəni tabesizlik də olsun, tabelilik də olsun. Birdən su çalxalandı və yerə dağıldı. Dağıldı, nə? Su. Çalxalandı, nə? Su. İki dənə xəbər bir mübtədaya tabedir və hər ikisi də fe'li xəbərdir. Eyni suala cavab verirlər, həmcins xəbərlər deyirlər. Həmcins xəbərlər arasında nə olur? Tabesizlik əlaqəsi, həmcins üzvlər arasında tabesizlik əlaqəsi olur. Bir də ki, tabelilik əlaqəsi var da, yerə dağıldı. Haraya dağıldı? Yerə. Ona görə biri götürdük. Sonra ikiyə, zalda tərpəniş əmələ gəldi. Kimsə öskürdü. Öskürdü xəbər, kim öskürdü? Kimsə. Əmələ gəldi xəbər, nə? Tərpəniş. Biz görürük ki, bu tabesiz mürəkkəb cümlədir. Tabesiz mürəkkəb cümlədirsə, bunlar arasında nə var? Tabesizlik əlaqəsi var. Tabesizlik əlaqəsi iki cümlə arasında. Həmçindəki mübtəda xəbər var hər cümlədə. Onlar arasında tabelilik əlaqəsi var da. Ona görə də biz hər iki əlaqənin olduğu cümlə kimi qeyd edirik. 3-ə baxırıq. Həyət nigaran adamlarla dolu idi. Dolu idi xəbər. Nə dolu idi? Həyət. Kim ilə dolu? Adamlarla, nigaran da təyin. Burada yoxdur həmcinslik. Keçdik 3-ün üzərindən. 4-ə bax. Həqiqəti açıb söyləmək bəlkə də ən son çarə idi. Deməli, çarə idi xəbər. Necə çarə idi? Son çarə idi. Nə çarə idi? Həqiqəti açıb söyləmək mübtədası. Hanı burada həmcinslik? Yoxdur. Yoxdursa keçdik. Vüqar yükü maşına qoydu. Kim? Vüqar. Oradan kitablarını götürdü. Kim? Vüqar. Eyni tip. Yəni iki dənə xəbər bir mübtədaya tabedir və bunlar arasında tabesizlik əlaqəsi var. Qoydu və götürdü sözləri arasında. Bir də ki, cümlədir də, yəni iki dənə belə deyək, iki hissəli bir cümlədir də bu. Yəni tabelilik əlaqəsi də var. 5-i də götürdük. 1, 2, 5 cavablarını qeyd elədik. 23-cü suala baxırıq. Mən dünən dostumdan qiymətli kitabı aldım cümləsində sintaktik əlaqə baxımından yanlışdır deyir. Yanlış. Qiymətli kitabı, yəni bir-birinə tabe olmayan və sual vermək olmur da biri üçün o. Necə kitabı, qiymətli kitabı? Deməli, sintaktik əlaqə var. Dünən aldım, nə vaxt aldım? Burada da alınır. Dostumdan aldım, kimdən aldım? Burada da alınır. Mən dostumdan, burada alınır. Cavab budur. Kitabı aldım, nəyi aldım? Burada alınır. Deməli, sual verə bilmədiyimiz yerlər arasında sintaktik əlaqə yoxdur. D variantını 23-cü sualda qeyd elədik. 24-cü suala baxırıq. Deyir ki, mühəndis İmanov təzə işçiləri əvvəl qəbul etdi cümləsində sintaktik əlaqə baxımından uyğunsuzluğu müəyyən edin deyir. Buyuraq. Qəbul etdi xəbər. Kim? İmanov. Hansı İmanov? Mühəndis İmanov. Kim? Nə vaxt qəbul etdi? Əvvəl zaman zərfliyi. Kimi qəbul etdi? İşçiləri. Tamamlıq. Hansı işçiləri? Təzə işçilər. İndi nə lazımdır? Uyğunsuzluq lazımdır özü bizə. Buyuraq. Aslı tərəf, əsas tərəf kimi, yəni. Əvvəl qəbul etdi. Bəli. Biz bilirik ki, zərflik, tamamlıq hərdən təyin də ola bilər ki, xəbərə aid ola bilər. Xəbər bilirik ki, bir dənə mübtədadan asılıda, qalan üzvləri özünə tabe eləyə bilir. Ona görə düzdür, yəni bu variant, uyğunsuzluq yoxdur. Təzə işçiləri. Təzə işçiləri sözündə təzə sözü, işçiləri sözünə aiddir. Yanaşma əlaqəsi deyirdik biz buna. Yəni aslı tərəf təzədir, işçilər də onun əsas tərəfidir. İşçiləri qəbul etdi. Kimi qəbul etdi? Tamamlıq və xəbər arasında. İşçiləri tamamlıqdır, aslı tərəf olur. Qəbul etdi, xəbər olduğuna görə əsas tərəf olur. Heç bir problem yoxdur. Mühəndis qəbul etdi. Mühəndis mübtədadır, ona görə də əsas tərəfdir. Yəni qəbul etdi bu dəfə aiddir. O birisilərdə belədir. Yəni hamısında belə gedir oxular. Hamısında. Mühəndis İmanov. Hansı İmanov? Biz bilirik ki, təyin özündən sonrakına tabe olur. Ona görə də D variantını cavab kimi qeyd eləyirik. Mən torpağam, məni atəş yandırmaz nümunədə hansı sözlər arasında uzlaşma əlaqəsi var deyir. Buyuraq. Mən torpağam 1 və 2 arasında. Mən torpağam 1, 2. Ondan sonra məni atəş yandırmaz. Kimi yandırmaz? Məni yandırmaz. 3 və 3, 4, 5 olur hətta. 3, 5, 4, 5. Deməli, bir dəqiqə, hansı sözlər arasında uzlaşma üzr istəyirəm. Mən uzlaşmaya baxmalıyam. Mən nə edirəm? Deməli, uzlaşma əlaqəsi harda olur? Uzlaşma əlaqəsi mübtəda və xəbər arasında olur. İkinci növ və üçüncü növün tərəfləri arasında olur. Mən torpağam. Bunu götürdüm. Məni atəş yandırmaz.
Nə yandırmaz? Ateş. 4-5 olur da bir də. Ateş yandırmaz. Bir də bir əlavə məlumat verim, bir qayda izah edeyim. Bonusda elə bil ki bu. Mübtəda və xəbər arasında biz bilirik ki, nə olur? Uzlaşma əlaqəsi olur. Bəs belə bir şey çıxa bilər qabağımıza ki, mübtəda və xəbər arasında uzlaşma əlaqəsi olmaya da bilər. Bəli, düz deyir. Uzlaşma nədir? Bir-birinə uyğunluq. Məsələn, deyir ki, o, sənsən. Nümunəsinə baxırıq. Sənsən xəbər, sən kimsən? O. O deməli neçinci şəxsdir? Üçüncü şəxs. Sənsən neçinci şəxsdir? Bəs ikinci şəxs. Necə oldu ki, bunlar arasında uzlaşma olsun? Necə ola bilər ki? Alınmır. Yəni mübtəda və xəbər arasında uzlaşmanın olmadığı nümunələrdən biri kimi bunu qeyd eləyə bilərsiniz. Yəni yadda saxlaya bilərsiniz. Keçdik, burada görək cavabımız nə oldu? 1, 2, 4, 5 cavabı 1, 2, 4, 5 C variantındadır. 25-ci sualda. Keçdik 26-cı suala. Tabesizlik əlaqəsi olan cümlələri müəyyənləşdirin deyir. Tabesizlik əlaqəsi. Nə çox olduğu suallardan. Bəxtiyarla qardaşı Mehman peşəkar futbolçudurlar. Peşəkar futbolçudurlar. Hanı mən burada uzlaşma, eyni funksiyalı sözlər. Bəxtiyarla qardaşı Mehman. Var. Deməli, burada necə götürürük? Bəxtiyarla futbolçudurlar xəbər. Kim Mehman, kim Bəxtiyar? Deməli, bu iki dənə mübtəda var cümlədə və ona görə də mən biri götürürəm. Mübtədalar arasında nə var? Tabesizlik əlaqəsi var. Şərtimizi, qəti sözümüzü indi deyəcəyik. Burada da var da. Burada da var. Şərtimizi və qəti sözümüzü, şərtimizi və sözümüzü sözləri arasında nə var? Uzlaşma əlaqəsi, üzr istəyirəm. Tabesizlik əlaqəsi var. Nəyi deyəcəyik? İkisi də tamamlıq. Eyni suala cavab verən tamamlıq. İkini götürdük. Ondan sonra baxırıq 3-ə. Səhərin alaqaranlığında kənd itləri səs-səsə vermişdi. Ana burada səs-səsə vermişdi. Xəbər. Nə? Kənd itləri. Nə vaxt? Səhərin alaqaranlığında. Burada eyni suala cavab verən, yəni həmcins üzü görmədim axı mən üçün keçdi üzərindən. Azərbaycanın parlaq gələcəyi naminə biliklərə dərindən yiyələnməliyik. Yiyələnməliyik xəbər. Nəyə yiyələnməliyik? Biliklərə. Necə yiyələnməliyik? Nə tərzdə yiyələnməliyik? Dərindən. Nə axtarırım burada? Deməli, yiyələnməliyik. Niyə yiyələnməliyik biliklərə? Nə məqsədlə? Gələcəyə aid olan da məqsədlə. Azərbaycan parlaq gələcəyi naminə. Ona görə yəni biz biliklərə yiyələnməliyik. Məqsəd zəfli. Nə lazımdır? Tabesizlik əlaqəsi yoxdur axı burada. Yoxdur, tapınmadım. Aytac, Nurtac və Gültac bacıdırlar. Maşallah. Buradadır ki elə. Burada gizləniblər bunlar. Deməli, bax bu sözlər arasında, mübtədalar arasında tabesizlik əlaqəsi var. 1, 2, 5 cavabını qeyd elədik. Tabesizlik əlaqəsi olan cümlələri müəyyən edin. Tabesizlik əlaqəsi. Səmədlə dostu Osman eyni tipdir də bayaqki kimi. Səməd və Osman sözləri arasında nə var? Uzlaşma əlaqəsi var. Və ona görə də biri qeyd eləyirəm. Biri qeyd eləyirəm. Uzlaşma deyirəm səhərdən mən buna. Tabesizlik əlaqəsi var. Yorğunçuluqdan düzülür sayın. Deməli, burada biri qeyd elədik. İndi baxırıq 2-yə. İştirakçılar tədbirin sonuna yaxın yavaş-yavaş dağılışırdılar. Həmcinslik görmədim axı mən bu cümlədə. Təhlil eləmirəm, daha qalır bu. Yoxdur yəni eyni suala cavab verən sözlər. Azadlığımızı, milli müstəqilliyimizi qorumaq borcumuzdur. Bax, eyni tip. Görürük həmcinsliyi. Nəyi borcumuzdur? Yox, deməli, borcumuzdur. Nəyi yox, üzr istəyirəm. Nə borcumuzdur? Azadlığı, milli müstəqilliyimizi qorumaq. Görürük, nə üçün? Bu tərkibə daxil olan sözü bax belə bir şeyləri ortaya çıxır da. Mən görürüm nə sual verdim. Deyirəm nəyi borcumuzdur? Azadlığımızı. Düz gəlmədi. Düz gəlmədi. Niyə? Çünki azadlığımızı sözü qorumaq xəbərinə, məsdərinə aiddir. Xəbər belə təhlil elədik. Azadlığımızı və müstəqilliyimizi qorumaqda mübtəda və iki söz birləşməsinin daxilində tabesizlik var. Buna görə 3-ü də qeyd elədik. Əziz uşaqlar, bu xitabdır bu heç. İmtahan böyük məsuliyyət tələb edir. Yoxdur. Həmcinslik. Əskərlər nizamnaməyə əməl etməli. Burada olacaq.
əməl etməli kim? Əskərlər. Baxaq görək. Komandirlərin ikinci xəbərdə mübtədaya tabe olacaq. Komandirlərinin əmrlərinə tabe olmalıdırlar. Tabe olmalıdırlar. Kim? Yenə də əskərlər. İki dənə xəbər arasında uzlaşma əlaqəsi, tabesilə əlaqəsi var. 5. Yenə də uzlaşma dedim. 1, 3, 5. 1, 3, 5. 27-ci sualımızda cavabımız oldu. 28-ci suala baxırıq. Deyir ki, həm tabelik, həm də tabesizlik əlaqəsi işlənmiş cümlələr müəyyən edin. İkisi də olsun. Belə suallarda nə axtarırıq? Bir dənə xatırlayırıq. Tabesizliyi axtarırıq. Bəs hansı cümlələrdə tabelilik əlaqəsi olmaz? Bütün biz deyirik ki, əksər cümlələrdə tabelilik əlaqəsi yoxdur. Bəs hansında olmaz? Bir dənə xəbər olan cümlədə məsələn söz birləşməsi yoxdur. Cəmi bir dənə xəbər var cümlədə. Orada tabelilik əlaqəsi yoxdur. Bu bir. İkincisi, söz cümlələrdə tabelilik əlaqəsi yoxdur. Yaxşı, əcəl aldı, yer gizlədi, fani dünya kimə qaldı? Tabelilik, tabesizlik. Bax, burada var da iki cümlə, iki dənəsinin arasında. İki dənəsi arasında əcəl aldı. Bax, tahlil edirəm, aldı, əcəl, nə aldı? Gizlədi, nə? Yer. Fani dünya kimə qaldı? Deməli, qaldı xəbər, kimə tamamlıq, nə qaldı, dünya qaldı, fani də təyin. Tabesilə əlaqəsi var, bəli. Əcəl aldı və yer gizlədi, bir də kimə deməli qaldı xəbərləri arasında tabesilə əlaqəsi var. Tabesiz mürəkkəb cümlə kimi düşünün də bunu. Deməli, əcəl aldı, yer gizlədi. Belə düşünək. Yəni tabesizlik var. Bəs indi nə axtarırıq? Tabelilik də var da. Və mübtəda və xəbər arasında əcəl aldı. 1 götürdük cavab kimi. 2-yə baxırıq. Mən Qacar nəsliyəm, şahlar şahıyam. Deməli, şahlar şahıyam, xəbər. Qacar nəsliyəm, xəbər. Kim? Mən. 2 dənə xəbər, bir mübtədaya tabedir. Onda xəbərlər arasında nə var? Tabesilə əlaqəsi var. Onda tabelilik də var da. Mən deməli elə söz birləşmə. Qacar nəsliyəm. Orada da var tabelilik əlaqəsi. Mən mübtədası ilə Qacar nəsliyəm və yaxud da şahlar şahıyam xəbərləri arasında tabelilik əlaqəsi var. Ona görə də 2-ni də cavab kimi qeyd eləyirik. Keçirik 3-ə. Qaysaq bağlayan elə yaralar var. Onlara ki, tabeli mürəkkəb cümlədir bu. Ki, onlara toxunduqca sızlayır. Eyni suala cavab verən mən 2 dənə söz görmürəm və yaxud da tabesiz mürəkkəb cümlə görmürəm. Ona görə də keçdim bunun üzərinə. Başqasının səhvinə dözsək də sasə tabeli öz səhvimizə qarşı barışmaz olmalıyıq. Burada mən tabesizliyi görmürəm axı. Tabesizlik görmürəm də, yəni tabesiz əlaqəsini. Eyni suala cavab verən sözlər görmürəm. Tabesiz mürəkkəb cümlə görmürəm. Ona görə də mən 4-ün üzərinə keçirəm. Tabelilik var ancaq. Dünya 2-yə bölündü. Nə? Burada olacaq. Bölündü xəbər. Nə? Dünya. Çatlar şairin ürəyindən keçdi. Çatlar şairin ürəyindən. Şairin ürəyindən keçdi bu xəbər. Nə? Çatlar. Tabesiz mürəkkəb cümlə. Tabesiz mürəkkəb cümlənin tərəfləri arasında nə olur? Tabesizlik əlaqəsi. Ona görə tabesizliyimiz var, tabelilik də var da. Dünya bölündü məsələn. Ona görə nə edirik? 5-i götürdük cavab kimi. Sonra 6-cıya baxırıq. Hər kəsi qınamaq və hamının işini tərifləmək burada var. Bax, qınamaq və tərifləmək sözləri arasında var. Hər kəsi qınamaq və ya hamının işini tərifləmək ağılsızların işidir. Ağılsızların işidir xəbər. Nə? Hamının işini tərifləmək. Mübtəda. Nə ağılsızların işidir? Hər kəsi qınamaq. 2 dənə mübtəda var da və o mübtədalar arasında nə var? Tabesizlik əlaqəsi var. Tabelilik əlaqəsi də var da mübtəda xəbər mübtədaya tabe olur. 6-nı da qeyd elədik cavab kimi. Oldu 1, 2, 5, 6 cavablarını götürdük burada. Keçdik 20 neçə idi ki o baxdığımız? 28-ə baxmışdıq. 29-a baxırıq. Deməli 29-cu sualda cədvəldəki uyğunsuzluqları müəyyən edin deyir. Uyğunsuzluq səhvləri. Baxırıq görək. Deyir ki, nümunə. Mən gördüyümü görməsəm də, tabelidir ya, görməsəm də. Sən, mən də həqiqətəm. Mən gördüyümü görməsəm də sən.
Görməsəm də. Mən gördüyümü görməsən. Görməsən də sən. Hə, elə hə. Mən gördüyümü görməsən də sən. Deməli, mən də həqiqətəm, sən də həqiqət. Fərqləndirilmiş sözlərlə uzlaşma əlaqəsinin göstəricisidir. Sən. Sən deyir də, düz deyir də. Uyğunsuzluq deyir də. Baxaq görək, sən. Fərqləndirilmiş sözlərlə uzlaşma əlaqəsinin göstəricisidir. Mən gördüyümü görməsən, yox. Fərqləndirilmiş sözlərdə uzlaşma əlaqəsinin göstəricisidir. Hə, burada deyir, sən. Həqiqətəm xəbər. Deməli, sən də həqiqət. Nə sən həqiqət? Mənim gördüyümü görməsən də sən. Görməsən də sən. Mən gördüyümü görməsən də sən. Görməsən də. Sən, mən də həqiqətəm. Bircə dəqiqə. Davam eləyək. Deməli, burada yorğunçuluqdan adam diqqət eləmir bəzi şeylər. Deməli, bunu cümlənin bir düzgün formaya salaq. Birinci cümlə var, bax bu hissəni. Düzgün formaya salaq. Sən, mən, mənim gördüyümü görməsən. Sonra birinci cümləni yekunlaşdırdıq. Dəni yazmasaq da olar. İndi təhlil eləyək cümləni. Görməsən xəbər. Kim? Sən. Sən ikinci şəxsdədir. Bu nə tələb edir? O tərəfdə sansan tələb edir. İndi biz baxırıq. Kök və şəkilçi ayırırıq. Gör sözün kökü, mə inkar şəkilçisi, sasə var ya burada. Sasə şərt şəkli, n da şəxs sonluğu. Burada nə yazıb? Sən. Bizdə göstəricisi sən deyil axı bunun. Burada ona görə də uyğunsuzluq götürürük bunu. Biri qeyd elədik cavab kimi, uyğunsuzluq kimi. Yəni şəxs uzlaşma göstəricisi burada n olmalıydı. N olmalıydı. Bu yox. Keçdik 2-yə. Biz şəhidlərin ləyaqət dərsini gələcək nəsillərə ərmağan aparacağıq. Aparacağıq xəbərdir. Bizdə mübtədadır. Mübtəda xəbər arasında uzlaşma əlaqəsi var. Apar sözün kökü, acaq, ıq. Iq ikinci şəxsin xəbərli şəkilçisidir. Burada da ıq yazıb da elə, düz yazıb. Keçdik 3-ə. Bəs bizim eşqimiz nə vaxt? Bəs bizim eşqimiz deyir. Bəs bizim eşqimiz nə vaxta qədər sinəmiz altında dustaq qalacaqdır? Qalacaqdır xəbər. Nədir? Üçüncü şəxsin şəkilçisidir. Bizim eşqimiz söz birləşməsidir. Söz birləşməsi neçinci şəxsdə sayılır? Üçüncü şəxsdə. Üçüncü şəxsin təkində. Üçüncü şəxsin xəbərli şəkilçisi hansıdır? Dır 4 variant. Qal sözün kökü, acaq zaman, dır da xəbərli şəkilçisi. Burada da elə dır yazıb hazır. Ona görə də bunları götürmürük. Yəni uyğunluqdur bunlar. Bu ittiham, bu sual bağrına dağ çəkilən qocaman bir millətin dodağında səslənir. Səslənir, xəbər. Nə səslənir? Deməli, ittiham, sual, bağrına dağ çəkilən qocaman bir millətin dodağında səslənir. İttiham və sual sözləri neçinci şəxsdə sayılır? Üçüncü şəxsdə, mübtədalar da. Bu nə tələb eləyir oradan? Dır tələb eləyir də. Zaman şəkilçisi heç vaxt göstərici ola bilməz. Ona görə ki, zaman şəkilçiləri deyək ki, şəxs uzlaşmada nə demək uzlaşma? Ya mənsubiyyəti ola bilər, ya da ki, şəxs xəbərli şəkilçilər ola bilər. Bu zaman axı şəxs bildirmir o baxımından. Ona görə də nə edirik? 4-ü də biz uyğunsuzluq kimi burada nə olmalıydı? Dır 4 variant. Dır 4 variant olmalıydı. Ir yox. Ona görə də 4-ü də götürürük və 1 və 4 cavablarını qeyd elədik. Keçdik 30-cu suala. Hansı nümunələrin tərkibində həm tabesizlik, həm də uzlaşma əlaqəsi özünü göstərir? Tabesizlik də olsun, uzlaşma da olsun. Pisliyə məğlub olma. Birinci baxaq görək ki, uzlaşma harda olur? Mübtəda və xəbər arasında olur. İkinci növ və üçüncü növün tərəfləri arasında olur. Uzlaşmanı bildik.
Tabesizlik də bilirik ki, həmcins üzvlər arasında ola bilər. Sonra sadalanan sözlər arasında ola bilər. Tabesiz mürəkkəb cümlənin tərəfləri arasında ola bilər. Baxaq. Pisliyə məğlub olma. Məğlub olma xəbər. Kim? Sən. Yoxdur burada sən. Pisliyə yaxşılıqla qalib gəl. Deməli, qalib gəl xəbər. Kim qalib gəlsin? Sən. Sən məğlub olma, sən qalib gəl. İki dənə xəbər bir mübtədaya tabidir. Yəni sən mübtədasına tabidir. İşlənməsə də bunlar arasında nə var? Tabesizlik əlaqəsi var. Bəs uzlaşma hardadır burada? İkinci növ var, məğlub olma yoxdur. Üçüncü növdə yoxdur. Mübtəda var, cümlələrdə yoxdur. Ona görə də 30-cu sualda uzlaşma əlaqəsi yoxdur deyənə götürmürük bu variantı. Keçirik 2-yə. Xalqın müqəddəratı. Bax burada hazır nə var bizim üçün? İkinci növ, üçüncü növ var. Üçüncü növ olanda da ikinci söz birinci sözə tabi olur uzlaşma baxımından. Uzlaşmamız var. Biz indi baxaq, tabesizlik də varmı? Xalqın müqəddəratı, vətənin taleyi var. Hər bir insanın taleyinə çevrilməlidir. Çevrilməlidir nə? Deməli, xalqın müqəddəratı, vətənin taleyi. İki dənə mübtəda arasında nə var? Tabesizlik əlaqəsi var. Ona görə biz ikini dairə elədik cavab kimi. Keçirik 3-ə. Kim öz vətənini sevmirsə, kim sevmir? Elə kimin özü? Mübtədamız var, xəbərimiz də var. Öz vətənini də ki, burada nə var? Bizə nə lazımdır? Bir dəqiqə. Mübtədamız və xəbərimiz var. Ondan sonra nə lazımdır? Tabesizlik lazımdır da. Deməli, o heç nəyi və heç kəsi sevmir. Burada özdə sə var, bu tabelinin göstəriciləridir. O heç nəyi və heç kəsi sevmir. Sevmir xəbər. Kim? O nəyi sevmir? Heç nəyi. Ondan sonra heç kəsi. İki dənə tamamlıq. Tabesizlik var. Deməli, tabesizlik var. Harada var tabesizlik? Bu heç nəyi və heç kəsi sözlər arasında. Ona görə də tabesizlik var. Mübtəda xəbər də var. Bəli, var. Sevmir. Kim sevmir? O sevmir. Bəli. Ona görə mən 3-ü də götürürəm cavab kimi. Yəni uzlaşma əlaqəsi də var cümlədə. Tabesizlik əlaqəsi də var. İndi isə keçirik 4-cüyə. Yaxşılıq və pislik. Yaddan çıxmaz. Yaddan çıxmaz xəbər. Nə yaddan çıxmaz? Yaxşılıq və pislik mübtədaları. Bu mübtədalar arasında nə var? Tabesizlik əlaqəsi. Həmçində uzlaşma da var da mübtəda ilə xəbər arasında. 4-ü götürürük cavab kimi. Bugün üçün yaşayın. Yaşayın. Nə üçün yaşayın? Bugün üçün. Nə səbəbə yaşayın? Deməli, niyə yaşayın deyir. Yox, nə məqsədlə yaşayın? Yox, bugün üçün yaşayın. Bugün üçün yaşayın. Nə məqsədlə yaşayın? Məqsəd zərfliyi gələcəyə aid olandır, səbəb zərfliyi də keçmişə aid olandır. Bugün üçün yaşayın. Deməli, bunu səbəb deyərik də. Səbəb. Gələcəyə aid deyil ki, səbəb deyəcək bunu. Deməli, gələcək üçün isə ümid edin. Ümid edin xəbər. Ümid edin xəbər. Gələcək üçünsə, deməli, oldu məqsəd zərfliyi. Ona görə də burada nə lazım, nə yoxdur bizdə? Bugün üçün yaşayın. Kim yaşasın? Siz. Gələcək üçün ümid edin. Kim? Siz. Düzdür. Var burada tabesizlik. Yaşayın və ümid edin xəbərlər arasında. Çünki eyni şəxsə, eyni mübtədaya aiddir. Ancaq uzlaşma yoxdur burada. Uzlaşma yoxdur. Yəni nə ikinci növ var, nə üçüncü növ var, nə də mübtəda var cümlədə. Ona görə 5-i götürmürük cavab kimi. Keçirik 31-ci suala. Deyir, hansı cümlələrdə tabesizlik əlaqəsi cümlələr arasındadır? Yəni ki, tabesiz mürəkkəb cümlələr arasındadır. Küçədə maşınların səsi eşidilir. Eşidilir xəbər. Nə? Maşınların səsi. Mübtəda. Fit səsindən qulaq tutulurdu. Qulaq tutulurdu. Xəbər. Yox, üzr istəyirəm. Tutulurdu nə? Qulaq. Belə eləmək lazımdır. Tutulurdu nə? Qulaq. Ona görə də burada götürmək olar. Götürmək olar cavab bunu. Çünki tabesiz mürəkkəb cümlədir. Küçədə maşınların səsi eşidilir. Fit səsindən qulaq tutulurdu. Zaman əlaqəli deməli, tabesiz mürəkkəb cümlə.
Biri götürdük. Uşaqlar qaldırıcı kranın işinə tamaşa edir. Tamaşa edir xəbər. Kim? Uşaqlar. Sonra bir-birinə suallar verirdilər. Suallar verirdilər xəbər. Kim? Uşaqlar. İki dənə xəbər bir mübtədaya tabedir. Burada var nə? Tabesilik əlaqəsi. Amma cümlələr arasında yox. Sözlər arasında gedir burada. Yəni həmcins xəbərlər arasında. Ona görə ikini götürmürük biz cavab kimi. Keçirik üçüncüyə. Üçrəngli bayraq dövlətin atributuna, ölkənin rəmzinə çevrildi. Çevrildi xəbər. Çevrildi xəbər. Nəyə çevrildi? Ölkənin atributuna, ölkənin rəmzinə, dövlətin atributuna. Ona görə də burada götürdük bunlar tamamlıq. Nə çevrildi? Bayraq. Hansı bayraq? Üçrəngli bayraq. Nə lazımdır bizə? Sual şərtinə qayıda. Hansı nümunələr tabesilik əlaqəsi cümlələr arasında deyir. Yoxdur axı cümlə, iki dənə cümlə burada. Qartal göydə dövrə vurur. Dövrə vurur xəbər. Nə? Qartal. Ovçu onu gözləri ilə izləyirdi. Kim izləyirdi? Ovçu. Bax burada deməli nə götürürük? Tabesiz mürəkkəb cümlə götürürük və bunlar arasında tabesilik əlaqəsi var iki cümlə arasında. 4-ü qeyd elədik. Ondan sonra köhnə xəzəllərin altından göy otlar çıxır. Çıxır xəbər, nə çıxır otlar? Yazın gəlişi duyulurdu. Duyulurdu nə? Yazın gəlişi. Həmçinin bu da tabesiz mürəkkəb cümlədir. Hərəsinin özünə görə qrammatik əsası var cümlələrin. Oldu nə? 1, 4, 5 cavabları. Ondan sonra keçdik 32-ci suala. 32-ci hansı cümlələrdə uzlaşma əlaqəsi var deyir. Uzlaşma əlaqəsi harda olur? Mübtəda və xəbər arasında, ikinci növ və üçüncü növ təyini söz birləşmələrinin tərəfləri arasında. Öyrənməkdir xəbər. Nədir öyrənmək? Onun məqsədi. Həm də burada var. Həm də mübtəda xəbər arasında. Biri götürdük. Ay Lalə, axı getməli oldular. Getməli oldular xəbər. Söz dayandıq. Ay Lalə, bu olduq Lalə xitab. Axı da ədat. Yoxdur uzlaşma. Ümumiyyətlə sintaktik əlaqə yoxdur orada. Nə tabesizlik, nə də tabelilik. Əlbəttə bu heç. Əli bilməli idi. Bilməli idi xəbər. Kim? Əli. Mübtəda xəbər var. Bəli, uzlaşma əlaqəsi də var. 3-ü götürdük. Ondan sonra baxırıq dördə. Zənnimcə az deyil. Az deyil xəbər. Zənnimcədir ki, ara söz. O da ki, sintaktik əlaqə olmur. Az deyil. Bir dənə xəbər var cümlədə. Yoxdur. Uzlaşma əlaqəsi. Sizcə soruşacaqlar. Soruşacaqlar xəbər. Süd yandıq. Sizcə də ara söz. Burada da uzlaşma əlaqəsi tapmadıq. 6. Bəlkə də bu heç bunu qoyduq kənara. Nuray razılaşdı. Razılaşdı xəbər. Nuray da mübtəda burada da var. 1, 3, 6. Bunun rəqəmləri yaxşı görünmür. Sual nömrədə 32, 33 olacaq çox güman bu. 33. Donmuş şəlalələrdə beynəlxalq və yerli əhəmiyyətli yarışlar keçirilir. Keçirilir xəbər. Nə keçirilir? Yarışlar. Necə yarışlar? Əhəmiyyətli yarışlar. Necə əhəmiyyətli yarışlar? Yerli əhəmiyyətli yarışlar. Necə yarışlar? Beynəlxalq yarışlar, təyinlər ard-arda. Harada keçirilir? Harada keçirilir? Şəlalələrdə, yer zərfliyi. Ondan sonra necə şəlalələrdə? Donmuş şəlalələrdə. Baxaq görək, nə lazım? Nümunəsində bağlı doğru fikirlər deyir, tapın deyir. Doğru fikirlər. Təyin həm baş, həm də ikinci dərəcəli cümlə üzvü ilə tabelilik əlaqəsindədir. Təyin haradadır? Donmuş sözü var orada bir dənə. Donmuş. Baş üzvlə. Yox, baş üzvlə bağlı deyil buradakı təyin. Çünki bu ikinci dərəcəli üzvdə zərflik. Təyin bax burada məsələn əhəmiyyətli yarışlar. Bax buna baxırıq. Bu nə ilə bağlıdır burada? Təyin həm baş, yəni əhəmiyyətli sözü, təyini yarışlar mübtədasına aiddir. Bu hissəyə kimi gəldik. Həm də ikinci dərəcəli cümlə üzvü ilə tabelilik əlaqəsindədir. O da deyib donmuş təyini şəlalə zərfliyinə aiddir. Ona görə də biri götürdük. Bizə doğru fikirlər lazımdır çünki. Keçdik 2-yə. Uzlaşma əlaqəsinin həm əsas, həm də aslı tərəfi düzəltmə nitq hissəsi ilə ifadə olunmuşdur. Uzlaşma əlaqəsinin həm əsas, həm də aslı tərəfi. Uzlaşma əlaqəsi harada var? Olur. Mübtəda xəbər arasında, bir də söz birləşmələri arasında, ikinci və üçüncü arasında. Bizə görə yarışlar keçirirdi. Yarış sözün kökü
Yarışlarda qrammatik şəkilçidir. Sadə söz. Deyir ki, uzlaşma əlaqəsinin həm əsas, həm də aslı tərəfi düzəltmə nitqçisi ilə ifadə olunmuşdur. Ona görə biz onu götürə bilmirik. Axı yarışlar sadə oldu. Keçirilir sözünə isə aiddir. Çünki keçir nə edilir? Keçir ildə leksik. Hə. Bu heç, amma 2-ni götürmürük cavab kimi. 1-i götürdük. 3-ə baxaq. Həm tabellik, həm də tabesizlik əlaqəsi işlənmişdir. Tabellik o cümlə olduğuna görə tabelliyi var. Bəs baxağa görə həmcinslik varmı burada? Deyək, bu beynəlxalq, yerli, əhəmiyyətli təyinləri ard-arda görürük biz burada. Beynəlxalq yarışlarda, məsələn, əhəmiyyətli yarışlarda, bunu götürürük biz. Uzlaşma əlaqəsi deyirəm, özür istəyirəm. Tabesizlik əlaqəsi var, bir də tabellik əlaqəsi də var. 3-ü qeyd elədik cavab kimi. Keçirik 4-ə. İsmi birləşmə xəbərlə tabellik əlaqəsindədir. İsmi birləşmə orada donmuş şəlalələr var orada. Əhəmiyyətli yarışlar. Biz bilirik ki, birinci növ bütövlükdə əgər parçalanmayan məsələlər vardı orada. Bütövlükdə təhlil olunmur da birinci növ. Hansılar bütövlükdə təhlil olunur? İkinci və üçüncü növ. Bir də qeyri-təyinli söz birləşmələr. Burada da nə ikinci növ var, nə də üçüncü növ var, nə də qeyri-təyinli var. O necə xəbərlə əlaqəyə girsin ki? Donmuş sözü şəlalə sözünə aiddir. Əhəmiyyətli sözü də yarış sözünə aiddir. Bəs xəbəri harada aid oldu ki da? Ona görə səhv cavab kimi qeyd edirik bunu. Baxırıq 5-ə. 5-də deyir ki, xəbər tabellik əlaqəsində həm əsas, həm də aslı tərəfdir. Bunu necə başa düşürük? Əgər cümlədə mübtəda varsa, xəbər ona tabedir, uzlaşma əlaqəsi baxımından. İkinci dərəcəli üzvlərdən tamamlıq və zərflik də varsa, onlar da xəbərə tabe olduğuna görə xəbər olur əsas tərəf, xəbər uzlaşma əlaqəsində mübtədaya da aid olduğuna görə olur aslı tərəf. Biz də görürük ki, elə belə də var. Yarışlar mübtədasına keçirilir xəbəri aiddir, keçirilir orada olur aslı tərəf. Sonra şəlalələrdə keçirilir. Şəlalə sözü keçirilir xəbərinə aid olduğu üçün keçirilir xəbəri əsas tərəf olur. Belə də yəni. 1, 3, 5 cavabını qeyd elədik. Keçirik 34-cü sualımıza. Şagird və məzunlar imtahanlara ciddi hazırlaşırlar cümləsi ilə bağlı uyğunluğu müəyyən edindir. Hazırlaşırlar xəbər. Kim? Nə tərzdə hazırlaşırlar? Ciddi tərz hərəkət zərfliyi. Nəyə hazırlaşırlar? İmtahanlara oldu tamamlıq. Kim hazırlaşır? Məzunlar. Kim hazırlaşır? Şagirdlər. Ləri gedib ixtisara, amma onlar arasında nə var? Tabesizlik əlaqəsi var. Baxaq görək, tabesizlik əlaqəsində deyir. Şagird, məzun. Şagird, məzun. A-nı yazaq 1-in qabağına. Sonra imtihana ciddi, məzunlara imtihana baxaq. Tabellik əlaqəsindədir. Tabellik əlaqəsi nə olacaq? Məzunlar, şagird xəbərlə mübtəda ola bilər tabellik əlaqəsində. Bir də ikinci dərəcəli üzvlər. İmtahanlara hazırlaşırlar, ciddi hazırlaşırlar. İmtahanlara ciddi. Burada yoxdur heç nə. Keçdik bunun üzərindən beyni. Heç yeri yazmırıq. Məzunlar imtahanlara. Burada heç sual vermək olmur. Bir sözə o bir söz üçün sual vermək olmur burada. Məzunlar hazırlaşırlar. Bax burada var. Burada bir söz o birisinə tabi olur. Kim hazırlaşır? Ona görə də D-ni qeyd eləyək bura. D-ni yazdıq bura. Sonra bunlar xət çəkək üstündən. Ondan sonra ciddi hazırlaşırlar. Bəli. Ciddi hazırlaşırlar da deməli bu 34-cü sualımızdır. Ciddi hazırlaşırlar deyir ki, tabellik əlaqəsində də necə hazırlaşırlar? Ciddi hazırlaşırlar. Bu E-dir də. Bunu da hara yazacağıq? Tabesizliyə yazmayacaq ki, buraya yazacağıq. E. A, D, E cavablarını qeyd elədik. Keçirik 35-ci sualımıza. 35. Uyğunluğu müəyyən. Cümlə üzvləri arasında həm tabellik, həm də tabesizlik əlaqəsi var. Cümlə üzvləri arasında. Cümlə üzvləri arasında yalnız tabellik əlaqəsi var. Buyuraq. Bacıların Zəhra və Mələk onun haqqında çox eşitmişdilər. Bacıların Zəhra və Mələk onun haqqında çox eşitmişdilər. Bacıların Zəhra və Mələk. Hansı Zəhra? Hansı Mələk? Bacıların. Deməli, burada bir çox eşitmişdilər. Eşitmişdilər xəbər. Nə qədər eşitmişdilər? Çox. Çox sözü oldu zərflik.
Kim haqqında eşitmişlər? Onun haqqında oldu tamamlıq. Onun haqqında tamamlıq oldu. Bir üzr istəyirəm. Davam edirik. Bacıların Zəhra və Mələk onun haqqında çox eşitmişlər. Kim haqqında? Onun haqqında. Kim eşitmişdi? Mələk. Kim eşitmişdi? Zəhra. Hansı Zəhra və Mələk? Bacıları olan, bacıların, yəni bunu da təyin elədik. Qoşun nöqtə olmadığına görə ümumiləşdirici söz götürmədik. Sən bilirdin ki, bir təhlil eləyək cümlələri sonra. Sən bilirdin ki var burada. Şəhərdə bilirdin xəbər kimsən? Şəhərdə Usta Mərdan adlı baban var. Var xəbər. Kim var baban? Hansı baban? Usta Mərdan adlı. Usta Mərdan adlı. Götürdük təyin. Harada var? Şəhərdə, yer zərfliyi. Keçdim. Əgər razı olsa xəbər, əgər heç bağlacıdır. Sizi də bu yay onun yanına aparacağam. Aparacağam xəbər. Haraya aparacağam? Onun yanına, yer zərfliyi. Nə vaxt aparacağam? Bu yay. Zaman zərfliyi. Kimi aparacağam? Sizi, tamamlıq. Motor guruldayır xəbər. Nə motor? Borular cingildəyir. Nə borular? Hər tərəfdən səslər eşidilirdi. Nə səslər? Haradan? Hər tərəfdən, yer zərfliyi. İndi baxaq görüm nə lazımdır burada. Deyir ki, cümlə üzvləri arasında həm tabellik, həm də tabesizlik əlaqəsi var. Cümlə üzvləri arasında. Bacıların Zəhra və Mələk. Bu Zəhra və Mələk sözləri arasında nə var? Tabesizlik var. Cümlə üzvləri arasında həm tabellik, həm də tabesizlik var. A-nı yazdıq bura. Keçdik indi. Başqa baxan varmı? A-nı yazdıqsa xət çəkək üstünə. Sən bilirdin ki, şəhərdə Usta Mərdan adlı baban var. Cümlə üzvləri arasında yalnız tabellik əlaqəsi var. Burada tabesizlik olmadığına görə şəhərdə Usta Mərdan adlı baban var. Tabesizlik olmadığına görə, çünki 2 var axı. Ona görə mən bunu yazıram bura. B-ni. B-ni yazdım bura. Sonra keçirəm indi hara. Deyir, əgər razı olsa, sizi də bu yay onun yanına aparacağam. O razı olsa mən aparacağam. Özdə əgər var burada. Yəni tabelli mürəkkəb cümlədir. Sizi də bu yay onun yanına. Deməli burada tabellik əlaqəsi, tabesizlik əlaqəsi yoxdur. Tabesizlik əlaqəsi yoxdur deyənə mən bura bir 2-yə də C-ni yazıram. 2-yə də C-ni yazıram. Çünki tabesizlik tapmadım axı burada. C-nin B-nin üzərinə bir xətt. Baxaq indi. Deyir ki, motor guruldayır. Baxın burada nə var? Tabesiz mürəkkəb cümlələrdə motor guruldayır, borular cingildəyir, hər tərəfdən səslər eşidilir. Burada tabesizlik əlaqəsi var, cümlələr arasında var. Cümlə üzvləri arasında həm tabellik, həm də tabesizlik əlaqəsi var deyir. Cümlə üzvləri arasında cingildəyir, hər tərəfdən səslər eşidilir. Deməli, cümlə üzvləri arasında həm tabellik, həm də tabesizlik əlaqəsi var. Motor guruldayır, borular cingildəyir, hər tərəfdən səslər eşidilirdi. Bunu cümlə üzvləri arasında həm tabellik, həm tabesizlik. Baxaq görək, burada tabesizlik var. Ancaq cümlə üzvləri demərik, cümlələr arasında, cümlə üzvləri arasında deyirik də. Motor guruldayır, borular cingildəyir, hər tərəfdən səslər eşidilirdi. Guruldayırına motor, cingildəyirına borular. Yəni xəbərlər bir mübtədaya tabe deyil. Bu baxımdan deyirəm və cümlə üzvləri demirlər buna. Cümlələr arasında deyirlər buna. Hər tərəfdən səslər eşidilirdi. Eşidilirdi xəbər, nə eşidilirdi? Səslər, bunun da özünə görə mübtədası var. Haradan eşidilir? Hər tərəfdən. Mən bunu heç yerə yaza bilməyəcəm axı. Birə cümlə üzvləri arasında həm tabellik, həm də tabesizlik əlaqəsi var. Cümlə üzvləri getmir bu. Cümlələr arasında gedir. D cümləsi. Burada Y də var mı? Baxaq görüm. Qarışdırıb Y var. A, B, Y. Burada yazmıram ama bunu heç yerə. Bunu heç yerə qeyd eləməyəcəyik olmağına. Deməli burada 3 dənə cavab tapdıq. A, B, C cavablarını tapdıq. D-ni isə
heç yerə aid eləməyəcək. Niyə görə eləməyəcək? Sual bura baxaq, bir nə yazılıb? Cümlə üzvləri arasında tabelilik olsun və tabesizlik olsun. Həm tabelilik, həm tabesizlik olsun cümlə üzvləri arasında. Burada axı cümlələr arasındadır. Cümlələr arasında olan tabesizlikdir burada. Hərəsinin öz qrammatik əsası var cümlələrin. Necə oldu ki, bu cümlə üzvləri arasında oldu? Yəni ona görə mən bunu heç yerə aid eləmirəm. Oldu A, B, C variantları. Kanala abunə olmağı, şərh bildirməyi unutmayın. Sona qədər izlədiyinizə görə təşəkkür edirəm sizə. Növbəti mövzuların izahı da hissəli şəkildə yerləşdirəcək. Təbii biraz vaxt azlığına görə, yəni mütəmadi yerləşdirə bilmirəm bunları. Ancaq söz verdiyim kimi bütün mövzuların izahını yerləşdirməyə çalışacağım. Diqqətinizə görə təşəkkür edirəm. Sağ olun.